Beş yıl bundan qabaq bir yuxu kimi görsənirdi. Adam heç xəyalına gəlmirdi ki, görəsən bu şəhəri biz nə vaxt bərpa edərik, nə vaxt burada bir ab-hava yaranar. Allah cənab prezidentimizi qorusun, dövlətimizin başçısını qorusun. Qayıdış prosesi, bu insanlar hansı ki gecə gündüz burada yorulmadan zəhmət çəkiblər, səy göstəriblər. Bax bu 5 ilin əməyinin nəticəsidir ki, bugün biz o xəyalı reallaşdırdıq. Bugün artıq inanla, ürəklə deyə bilirik ki, bəli, Ağdam şəhərinə həyat qayıdıb. Çünki hər bir yerdə olduğu kimi şəhərin gözü onun sakinləridir, onun insanlarıdır. Mən sizin hamınıza gözünüz aydın olsun demək istəyirəm. Və Allahınızın, evlatlarınızın xeyir işlərini qeyd edəsiniz. Hamımızı bir daha təbrik edirəm. İnşallah bundan sonrası asan olacaq. Bundan sonra sürətlə Ağdam şəhəri bərpa olacaq. Öz əvvəlki şöhrətini özünə qaytaracaq inşallah. Amin, amin. Allah dövlət başçımızı qorusun. Həmişə onu uca eləsin. Bütün infrastrukturla təmin olunub. 3 qazanxanamız var, 2 transformator məntəqəmiz var. Evlərdə evin temperaturunu tənzimləmək üçün termostatlarla təchiz olunub. Binaların altında böyük bir qaraj var. Mina Təmizləmə Agentliyinin əməkdaşları ümumi maarifləndirici məlumat verməlidirlər. Göstərilən təhlükələrdir, mənfi düşmanlar tərəfindən atılmış, bastırılmış minalar və döyüş təhlükəsi. Hər bir kəsə paylanacaq. Evdə körpələr var, inşallah qonaq gələcək, xeyir olacaq. Bu gəldikcə hamıya bir-bir göstərilsin. Və göstərilən işarələr var. Qırmızı paya və yaxud da danqel işarəsi və yaxud da hansısa bir işarə görülür, heç bir kəs toxunmasın. Quliyev Sərdar Şüküroğlu. Buyurun, yapın. Təbrik edirəm, xeyirli uğurlu olsun. Bakın, bu həm də bir xatirədir. Özü tərəfindən sizə bu verilir. Bunu ümid edirəm ki, həmçin qoruyasınız, saxlayasınız. Təbrik edirəm. Xeyirli uğurlu olsun. Buyur, qardaş, bax, bu da sən. Xatirən, açarın üstündə gözəl günlər keçirək. Sənin neçə yaşın var? Bax, cavanlar da gəlir. Görürsünüz, bu ən gözəl hal budur. Cavanlarımız da gəlir, Ağdama keçir. Xeyirli uğurlu olsun, qardaş. Gözəl günlər keçir. Xeyirli uğurlu olsun. Papaya da salam deyəsən. Onu gözləyirik burada. Xeyirli uğurlu olsun. Çox sağ olun, çox sağ olun. Çox sevinçliyiz, çox həyəcanlıyıq. Baxırıq heç belə yaxşı binalar tikilib. Allah canınızı sağ eləsin. Prezidentimizin canını sağ eləsin. Bu cür gözləyirdiniz bu yerləri? Bu cür Gözləyirdik, belə yox. Belə çox gözəldir. adınız, soyadınız? Kamilə Nəsrov. Çox sağ olun. Adın, soyadın? Nəsrov Feyruz Əhmədoğlu. Görür baba, nətər gördün buralar? Çox gözəl, çox gözəl. Birinci, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Onların hesabına biz belə şəraitli bir evlə, şəraitlə nətər deyim, qarşılaşırıq. Allah can sağlığı versin hamıya, bütün əməyi keçən insanların hamısı təbrik eləyirəm, sağ olsunlar, var olsunlar, bizim üçün belə şərait yaradıblar. Prezidentimizə Allah can sağlığı versin, onun rəhbərliyi ilə bu vəziyyətə gəlib çıxmışıq. Xoş gördük, xeyirli uğurlu olsun. Adınız, soyadınız? Namik Məmmədov. Namik qardaş, gəldin bu yerlərə, bu cür gözləyirdin bu şəhəri, Ağdamı. Danışa bilməyə də bilərəm.
Çünkü həyəcan basır məni. Təbii işin inanılmazı inandırıcı ettiler. Mümkün olmayanı mümkün ettiler. Təbii işin çok büyük bir şeydi bu. Çok büyük. Dünya buna hələ inanmırdı. Gəlsənə mən inanam. Bax bu cürə. Həsrətini çəkmişik. Elimizdə obamızdayıq artıq. Allah öncədən şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Ali Başkan komandanımız var olsun. İlham Əliyev var olsun. Siyasi iradə var olsun. Doğrudan siyasi iradənin nəticəsində bu reallaşma oldu. Hər kəs bunu gözləmirdi. Ancaq mümkün ettiler. Yeni ili burada karşılayasınız. İnşallah, Duygularınız? inşallah. Duygularımız əla. Allah çox xeyir versin bütün ev alanların hamısına, biz də içində. Mənim də balalarıma çox xeyir versin ki, bunlar da gəlib buradan ev alıblar. Çox sağ olun. Allah köməyiniz olsun. Bu cür gözləyirdiniz bu məhəlləni, bu şəhəri. Yox, gözləm. Bundan da hələ yaxşı olmanı istəyərik. Allah prezidentimizə də can sağlığı versin ki, belə şərait yaradıbdı. Bizim kimi insanlara çox sağ olun. Maşınların hərəkəti.